güzəştli şərtlərlə pensiyaya çıxa bilərlər. Bizim Fidan bu və digər suallara cavab axtarıb baxaq. İllərlə çətin və təhlükəli şəraitdə çalışan insanlar üçün pensiya təkcə yaşıllıq təminatı deyil, həm də rahat həyatın başlanğıcıdır. Lakin hər kəs eyni şərtlərlə pensiyaya çıxmır. Bəzi peşə sahibləri və xüsusi kateqoriyalara aid şəxslər üçün xüsusi pensiya hüququ mövcuddur. Müəyyən bir yaşa çatdıqda məncə hamı almalıdır. Mən özüm pensioneram, ancaq işləyirəm. Nə də kim çətinlik çəkir, alsınlar. Hamısı nəzərə alınmalı, dolanmaq olmur. Pensiya qanunvericiliyi həssas təbəqələrin sosial müdafiəsini təmin edən əsas hüquqi bazalardan biridir. Xüsusi kateqoriyalara aid şəxslər üçün isə əlavə güzəştlər nəzərdə tutulur. İşin xarakterindən və ailədəki uşaqların sayından asılı olaraq müəyyənləşir. Ailədəki uşaqların sayı 5 və ya daha çoxdursa, ailə başçıları 5 il daha tez pensiyaya çıxmaq hüququndan yararlana bilərlər. Metallurgiya kimi, kömür sənayesi kimi, filiz əritmə sənayesi kimi, dağ mədən sənayesi kimi sahələrdə işləyən şəxslər, kişilər 12 il 6 ay bu sahədə çalışıbsa öz karyerası dönəmində, qadınlar isə 10 il çalışıbsa, onların pensiyaya çıxmaq müddəti 5 il güzəştli şərtlərlə müəyyənləşir. Təbii ki, işçinin iş yerində əmək şəraiti ona uyğun olaraq təmin olunmalıdır. İşçinin sağlamlığı və təhlükəsizliyi nəzərə alınmalıdır və buna görə də işçiyə əlavə məzuniyyət və ödənişlər həyata keçirilir. Bununla yanaşı, işçi ilə əmək müqaviləsi bağlandıqda onun həmin əmək şəraitinə, yəni zərərli əmək şəraitinə uyğun olaraq müqavilədə qeydlər aparılmalı. Güzəştli pensiyalar təkcə maddi təminat deyil, həm də insanların zəhmətini və fədakarlığının dəyərləndirilməsidir. Bu, onların əməyinə verilən ən dəyərli mükafatdır. 25 il xidmət xidmət keçmiş şəxslər birbaşa olaraq pensiyaya çıxmaq hüququna malikdir. 35 il çalışmış prokurorluq işçiləri də güzəştli yaşdan asılı olmayaraq 35 il tamamlanandan sonra pensiyaya çıxmaq hüququna malik olurlar. Güzəştdən söhbət gedəndə burada avtomatik həmin o pensiya hüququnun yarandığı yaşdan 5 il çıxmaqla kişilər 60 yaşında, qadınlar da hal-hazırda 59 yaşında bu hüquqlarından istifadə edə bilərlər. Dövlət Sosial Müdafiə Fondunun açıqlamasına görə güzəştli şərtlərlə pensiya almaq hüququ xüsusi sahələrdə yeraltı və zərərli əmək şəraitində azı 12 il 6 ay kişi, 10 il qadın çalışanlara verilən hüquqdur. Bu şəxslər əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinə əsasən yaş həddi 5 il azaldılmaqla əmək pensiyası ala bilərlər. Müvafiq quruma öz sənədləri ilə müraciət edə bilərlər. Bu sənədlər şəxsiyyət vəsiqəsi, əmək kitabçası, ehtiyac olduqda iş yerindən arayışdır ki, müvafiq quruma təqdim etdikdən sonra 5 il müddətinə o yaşda azalma, yəni güzəşt təyin olunacaq işçi üçün. İşçi güzəştli şərtlərlə pensiya hüququndan istifadə etdikdən sonra işləyə bilərmi, yenidən işə qəbul oluna bilərmi? Bəli. Bununla bağlı heç bir məhdudiyyət nəzərdə tutulmuyor. Pensiyanın hesablanması isə pensiya haqqında qanuna əsasən təyin olunacaq. Güzəştli pensiya hüququ sosial ədalət və bərabərlik prinsipləri əsasında fərdin fədakarlığının əvəzində verilən hüquqi təminatdır. Bu, cəmiyyətin inkişafına töhfə verənlərin dəyərini tanıyaraq, onlara sosial müdafiə təmin edən vacib sosial siyasətdir. Güzəştli pensiya hüququna malik şəxslər də sonradan işləyə bilərmi? İşləyə bilər. Bu suala da aydınlıq gətirmiş olduq. Fidana təşəkkürlər maraqlı süjetə görə. Yeri gəlmişkən dünən bir